Tez ora xəbər çatdı, icraya maşını göndərdilər ki, güya suyu çəkilir, tədbir görür. Amma hamısı yalandır qızım. Heç nə işə gedə bilmirik, nə heç nə. Uşaqları dünən öydən balaca qızım gəlib götürüb çıxardı. Biz ancaq bu vəziyyətdir. Allah yaman gündə bir şey olur. Ağlama boşuna. Bir yaşamaq budur da qızım, bu vəziyyət. İhsan ya, gecə də zəhərədən ağlamışam, gecə də gedə bilmirik. 2 gündür işə gedə bilmirik. Bu nə vəziyyətdir, bu nə yaşamaqdır. Gölü doldurdu, satdı, zamanı qoydu yabancılar, pulu qoydu cibinə xəşləyir. Hamı qorxur deməyə, burada qorxmalı nə var? Satıb pulu yiyib da, satıb pulu yiyib bu boyda. Burada mən 8 ildir yaşayıram, burada belə şey olmayıb da. Gölü doldurub satandan sonra bu vəziyyətə düşdü bura. Biz oraya gidebileceğiz. Yavaş yavaş gidersen, hala gider, git. Çok uzağa gidebilmiyor. Kimin evini su basıp geriye çekiyor? Aman su basları yapar. Aman. Su basın ama oraya girebilmeyecek. Siz dizdendi su. Yani oraya girin. Sonra biz çıxdıq ora dedik çəkiliş gəlir, soraq gəldi. Hamı çıxandan sonra icra maşın götürdü. Dünən icraya getmişik, qapıdan qovuluyubdu. Qapını bağladı, qovladı. İndi bildi çəkiliş gəlir. Çəkiliş gəlir deyənə maşınları tökdü bura. Sabunçuya getmişik, hər yana getmişik. Qapını örtüb bizimizə qoymurlar. Gecə səhərəcən biz ağlaşmışıq. Bu vəziyyətli insan yaşayar qızım, bu nə yaşamaq?